Salam, mən Aytaç müəllimə. Bugün sizlərlə Məhəmməd Akif Ersoyun İstiqlal marşı şeirini təhlil edəcəyik. Əvvəlcə biz şeirlə bağlı bəzi məqamlara baxaq. Əsər lirik növdə yazılıb, şeir vahidi bənddir. Bütün bəndlər dördlük şəklində deyil, məsələn sonuncu bənd beşlik şəklində yazılmışdır. Müəllif şeirin özünə yox, türk millətinə məxsus olduğunu demiş, milli ruhu ifadə etdiyinə inanaraq əsəri türk millətinə, ordusuna hədiyyə etmişdir. Ümumiyyətlə yadda saxlayın ki, bu əsər əskərlərə müraciətlə yazılmışdır. Müraciət xarakteri daşıyan bu tip əsərlərdən biri də məsələn ədəbiyyatımızda Qafqaz müsəlmanlarına xitabdır. Yəni onlara müraciətlə yazılıb. Şeir 1921-ci ildə yazılıb. Bu da hansı tarixi özündə əks etdirir? Türkiyənin müstəqillik uğrunda mübarizə apardığı həmin dönəm. Türkiyə bilirik ki, 1-ci Dünya müharibəsində məğlub olmuşdu və bu məğlubiyyətdən sonra Sevr müqaviləsinə əsasən Türkiyə bir sıra Avropa ölkələrinin arasında bölünməli idi. Sırf bu məqamı da biz harda rastlaşırıq? Zeybək qızı hekayəsində. Fikir verin, hekayənin daxilində görürük ki, İngilis əskərləri, İngilislərin Hind əskərləri, Fransız, Yunan zirehliləri yəni Türkiyənin dörd bir tərəfini bürüyüb, yəni İstanbulun. Və bu da nəyə görə idi? Sırf Sevr müqaviləsinə görə Türkiyənin həmin dövlətlər arasında bölünməsi ilə bağlı idi. Deməli, burada da eyni məqamdır və Məhəmməd Akif Ersoy türk millətinin bu məğlubiyyətdən sarsılmaması üçün bu şeiri yazır və əskərlərə müraciətlə yazmış olur. Müəllifin fikrincə əzəldən azad yaşayan, əsarətin nə olduğunu bilməyən millətin azadlığını əlindən almaq mümkün deyil. Bəli, deyir ki, mən əzəldən bəri hür yaşadım, hür yaşarım. Yəni mən əvvəldən də azad yaşamışam. İndi bu təhlillərə keçid alacağıq. Keçək bir-bir, sətir-sətir izahlara. Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq. Deməli, burada qorxma deyəndə təkcə bir nəfərə yox, bütün türk millətinə müraciət etmiş olur. Bütün əskərə, türk millətinə ki, yəni qorxma. Bu bayraq sönməz. Yəni bu bayrağı sanki bir işığa bənzədir. Şəfəqlərdə süzən al bayraq. Axı bayraq günəşin elə bil fonunda dalğalanmış olur. Bax ona bənzədir. Sönmədən yurdumun üstündə yanan ən son ocaq. Deməli yurdun üstündə ən son ocaq yanana qədər bu bayraq orada dalğalanacaq. Yəni tək nəfər qalsa belə o bayrağı qorumağa borcludur. Bayraq dalğalanmalıdır. Desək ki, bayraq ümumiyyətlə hər zaman dalğalanacaq. Bu yanlış olacaq. Çünki artıq yurdun üstündə yanan ən son ocaq sönəndə bayraq da təsvir olsun ki, sönmüş olacaq. Yəni aşağıya doğru enmiş olacaq. O mənim millətimin ulduzudur parlayacaq. Bayraq millətin ulduzu hesab edilir. O deyir, mənim millətimin ulduzudur, parlayacaq. O mənimdir, o mənim millətimindir ancaq. Və burada bayrağı həm özününkü bilir, deyir, o mənimdir. Həm də mənim millətimindir deyir. O bayraq mənimdir, millətimindir. Bir sahiblənmə hissi var müəllifdə. Yəni bayraq mənimdir, millətimindir. Növbəti. Çatma qurban olayım, çöhrəni ey nazlı hilal. Bayraqdan istəyinə yer verilir. Deməli, istək məsələsi var bu şeirdə. İstəyinə yer verilir. Deyir ki, çatma qurban olayım, çöhrəni ey nazlı hilal. Yəni xalqıma, xalqı da qəhrəman adlandırır. Deyir, bu qəhrəman xalqıma gül. Niyə belə qaşqabaqlı durmusan? Xalqıma niyə belə baxırsan? Sənə olmaz tökülən qanlarımız sonra halal. Haqqıdır haqqa tapan millətimin istiqlal. Deyirsən xalqıma belə rəftar edirsən, qaşqabaqlı durmusan. Sənin uğrunda axı bu xalq, bu oğlanlar qanlarını, canlarını töküblər, qan veriblər, can veriblər. Sənə deyir bu qanlar tökülən qanlar, yoxsa halal olmaz. Amma sonda bayrağa həmin qanları halal etmiş olur. Deyir ki, olsun artıq tökülən qanlarımın hamısı halal. Sonuncu bənddə bayrağa bu qanları halal edir müəllif. Və deyir, istiqlal mənim millətimin haqqıdır. Millətin haqqıdır kimi hesab edir bu istiqlalı. Azadlıq millətimizin haqqıdır. Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım. Deməli, müəllif qeyd edir ki, mən elə əvvəldən belə hür yaşamışam, azad olmuşam, azad yaşamışam. Zeybək qızı hekayəsində də yadınıza gəlirsə deyir ki, Midhət Əfəndi üçün iki şey vacib idi. Hürriyyət və gözəllik. Bunlar hər ikisi eyni tarixi hadisə ilə bağlı olduğu üçün mən belə inteqrasiyalar edirəm. Ədəbiyyatımızda üç belə əsər var, yəni bizim çərçivə sənədimizdə olan. Biri İstiqlal marşıdır, digəri Zeybək qızı və digəri də Türkün nəğməsi şeiridir. 1918-ci il. Yəni 1-ci Dünya müharibəsi ilə əlaqədar yazılmışdır. Və müəllif çox coşğundur. Deyir ki, mən kükrəmiş sel kimiyəm.
Hal-hazırda deyir, mən kükrəmiş selə bənzədir özünü. Bəndimi çeynər aşarım, hətta deyir, məni kəsmək üçün qarşıma qoyan bəndi belə aşacaq qüvvədəyəm, gücdəyəm. Hansı çılğın deyir, mənə zəncir vuracaqmış. Bax, bu hansı çılğın deyəndə qərb dövlətlərini nəzərdə tutur, hansı ki, Türkiyəni məğlub etmişdilər və etmək düşüncəsində idilər. Deyir, mən yırtaram dağları, ənginliklərə sığmam, daşarım. Heç yerə sığmamaq məsələsi sığmazam qəzəlində də var idi. Müəllifin belə coşqun olmağı isə bir yəni əyilməmək məsələsi. Cəfər Cabbarlının Ana şeirindədir. Bir də Qaytar mənim qüdrətimi Azərbaycan şeirində. Qərbin afaqını sarmışsa Polad zirehli divar. Deməli, qərb dövlətləri nəyə güvənir? Polad zirehlərinə, texnikasına güvənir. Yəni bu müharibədə, döyüşdə. Deyir, onların o polad zirehli divarına, texnikasına qarşılıq mənim iman dolu köksüm kimi sərhədim var. Demir, iman dolu köksüm var. Deyir, mənim imanlı bir sərhədim var. İmandan yaranan bir sərhədim var. İmanını qoyur qarşılıq. Ulusum, qorxma, necə böyle bir imanı boğar? Mədəniyyət dediyin tək dişi qalmış canavar. Ulusum deyəndə burada bütün Türk millətlərinə bir müraciət var. Yəni bütünlükdə hamıya müraciət edir. Türk xalqına uluslar arası, Türkiyədə belə bir ifadə vardı. Uluslar arası məsələn yarışmalar və s. Deməli, xalqa müraciət edir. Deyir ki, qorxma. Belə bir imanı necə boğa bilər? Bu mədəniyyət dediyimiz, burada bir kinayə işlədilib. Mədəniyyət sözü kinayəlidir. Tək dişi qalmış canavara bənzədir qərb dövlətlərini. Deyir, necə belə bir imanı həmin o texnikalar, qərb dövlətləri boğa bilər? Arkadaş sözünün arxasında təkcə bir nəfər dayanmır. Bütün Türk milləti, bütün Türk kişiləri dayanır və onlardan müəllifin istəyi var. Deməli, bayraqdan istəyi var, Allahdan istəyi var bu əsərdə. Bütün Türk xalqından istəyi var müəllifin. Deyir, yurduma alçaqları, yəni kənardakı o gələn düşmənləri uğratma, qoyma ayaqlarını bassınlar. Və hətta deyir, bunun üçün sən sinəni sipər et. Sən deyir, sipər et ki, dursun bu həyasızca axın. Qərb dövlətlərinin Türkiyəni parçalamaq niyyətini bir həyasız axına bənzədir. Belə bir məqam deməli harda var idi? Əsir Azərbaycanım şeirində deyir ki, sərsəm gediş dursa oy. Xəzərdən kömək istəyir müəllif və Sovetin bizim müstəmləkəçilik altına salmağı prosesini sərsəm gediş hesab edir. Və bir də Heydər Babaya salam poemasında var. Orada da qeyd edilir ki, bu şeytanlıq qurğusu bir yıxılsın. Şeytanlıq qurğusu deyərkən Fars rejimini nəzərdə tutmuşdu. Doğacaqdır sənə vəd etdiyi günlər haqqın. Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yaxın. Deməli, müəllif inanır ki, gələcək ümidlidir. Nə vaxtsa qalibiyyət əldə olunacaq. Amma bunun dəqiq tarixini göstərmir. Belə bir məqam da İstiqlal poemasında vardır. Kim bilir deyir, bəlkə sabah, bəlkə yarın sabahdan da yaxın. Yəni bu günlərin uzaqda olmadığını bildirir, amma dəqiq tarix göstərmir. Basdığın yerləri torpaq deyərək keçmə tanı bütün Türk xalqına. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Deməli, burada minlərcə kəfənsiz yatan ifadəsini deyərkən düşünürəm ki, Çanaqqala Savaşına da yəni burada bir işarə edilmişdir. 1915-ci ildə Çanaqqala Savaşı baş verib Türkiyədə və Türk xalqı hər il bu savaşı xüsusi bir gün kimi anır, yəni onları yad edir və həmin Çanaqqala Savaşında Türkiyə əskərləri geyimli, formalı şəkildə dəfn edilmişdir. Yəni, minlərcə kəfənsiz yatan igid var deyir torpağın altında. Yəni, sən deyir, o keçdiyin yerləri təkcə torpaq deyərək düşünmə, bunları tanı. Və şəhid oğluna müraciət deyir, sən şəhidin oğlusan, incitmə, yazıqdır atanı. Yəni, bil mənliyini, kimliyini, hardan yarandığını bil. Vermə dünyalara alsan da bu cənnət vətəni. Dünyalara qarşılıq vətəni qoyur müəllif. Və burada eyni məqam Əsir Azərbaycanım şeirində də var idi. Yəni, bütün müqəddəs yerlərdən, ümumiyyətlə, gəzdiyi hər yerdən ən müqəddəsini müəllif öz vətəni kimi hesab edir. Müqəddəs bilmək vətəni. Və deməli, şəhid oğluna müraciəti olmuş oldu. Kim bu cənnət vətənin uğruna olmaz ki fəda? Şühəda fışqıracaq, torpağı sıxsan şühəda. Deyir, burada bir bədii sualımız var fəda ifadəsində. Və deyir, sən torpağı sıxanda, oradan deyir, şühəda, sanki şəhidlər, yəni sözü çıxacaq və yəni şəhidin qanı sanki fışqırmış olacaq. Yəni torpaq şəhidin qanı ilə yoğrulub. İstiqlal poemasında, sonra şəhidlərdə eyni məqamlar var. Canı cananı bütün varımı alsın da xuda. Hətta deyir, canımı da alsın, cananımı da alsın, amma təkcə istəyi var. Məni deyir, vətənimdən ayrı salmasın, cüda etməsin. Yəni, ayrı düşməyim mənim vətənimdən. Canımı da alsın, cananımı da alsın. Ruhumun səndən ilahi, Allaha müraciəti. İlahi deyir, budur.
Ancaq diləyi dəyməsin məbədimin köksünə naməhrəməli. Məbəd deyərkən, yəni müqəddəs yer hesab etdiyi bu vətəndir. Köksünə deyir o naməhrəm, düşmən dövlətlərin əli dəyməsin, parçalaya bilməsinlər. Bu əzanlar ki, şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli. Türkiyə bildiyimiz kimi müsəlman dövləti olaraq, yəni dinə, məscidə, namaza daha çox önəm verir, yəni hicaba və s. və azan da onlar üçün önəmlidir. Deyir ki, bu əzanlar şəhadət olaraq, yəni şəhadətləri ki, dinin təməlidir, hər zaman yurdumun üstündə deyir, inləməlidir. Yəni oxunmalıdır bir sözlə. O zaman vəcd ilə min səcdə edər varsa daşım. Deyir, o əzanlar inləyəndə, ifa ediləndə, belə deyək də, veriləndə vətənimin üstündə, mənim deyir başım Allah sənin qarşında səcdəyə gedəcək deyir. Hər cərihamdan ilahi quruyub qanlı yaşım gözündəki bütün bədəninin hər nöqtəsindən deyir, qanlı yaşının quruduğunu ifadə edir müəllif. Fışqırır ruhu mücərrət kimi yerdən nəşim. Sanki deyir, yerdədir mənim nəşim, vücudum, axı səcdəyə inib. Və deyir, ruhum sanki deyir, çıxmaq üzrədir. O zaman deyir, mənim yüksələcək, bəlkə ərşlərə başım, yəni yuxarı, yüksəyə deyir, mənim başım dəyəcək, yüksələcək. Yəni azan illənəndə, vətən azad olanda, səcdəyə qapılanda deyir, mənim başım daha da yüksələcək. Dalğalan sən də şəfəqlər kimi ey nazlı hilal. Yenə bayraqdan istəyi deyir, dalğalan, şəfəq kimi. O ki, günəşin şəfəqləri, yəni işıq saçanda yanır, sönür, bax ona bənzədir. Deyirsən də onun şəfəqləri kimi dalğalan, sanki bir ulduz kimi parla, yan, işıq saç. Artıq deyir sənə, sənin uğrunda tökülən qanlar halaldır. Bayrağa halal edir. Bayraq məsələsi də Azərbaycan bayrağının şeirində var, bayrağa müraciət daha doğrusu. Azərbaycan bayrağının şeirində, qaytar mənim qüdrətimi Azərbaycan şeirində deyir, ey bəşərin haqq bayrağı. Orada da bir müraciət var və bu şeirdə. Əbədi yiyən sənə yox, xalqıma yox bil ki zaval. Müəllif bildirir ki, xalqıma da, bayrağıma da zərər, ziyan yoxdur, əbədi olaraq yoxdur. Haqqıdır hür yaşamış bayrağımın hürriyyət. Mənim deyir, azadlıq bayrağımın da haqqıdır, millətimin də haqqıdır. Haqqa tapınan, yəni daim azadlığı, haqqı başının üstündə bir simvol kimi, şuar kimi saxlayan millətimin azadlıq, istiqlal haqqıdır. Deməli, sətir-sətir misralarımızın deməli təhlili belə. İndi bir neçə məqamlara baxaq. Bu şeirdə kinayəyə yer verilmişdir. Baxın, bu kinayə məsələsi də mədəniyyət sözündədir. Ümumilikdə kinayə var idi Qurbanəli bəy hekayəsində. Orada məşhur sözü, baxın müəllimlər, yəni dinləyicilər, bizi abituriyentlər də izləyir, müəllimlər də. Orada Qapazlı kəndi kinayə ilə verilməyib. Məşhur ifadəsidir kinayə ilə verilən. Mədəniyyət sözüdür. Sonra burada mədəniyyət deyirik. Orada məşhur sözdür, burada da mədəniyyət sözüdür. Və şeirin bütün bəndləri 4-lük şəklində deyil. Dedik ki, sonuncu bənd 5-lik şəklindədir. Sonuncu bənddən başqa digər bəndlər öz aralarında qafiyələniblər. İndi diqqət yetirək. Baxın, diləyi A, əli A, təməli A, bu da A. Yəni 4A. Amma sonuncu bənddə belə deyil. A, 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 hürriyyət, B oldu, artıq istiqlal yenə A oldu. Deməli, sonuncu bəndimizdə bənd arasında bəndləri təşkil edən, yəni bu misralar öz aralarında qafiyələnməmişdir. Hilala 2 dəfə müraciət var, yəni bayrağa 2 dəfə müraciət var şeirdə. Sonra ulusa müraciət var, arkadaşa müraciət var, ilahiyə 2 dəfə müraciət var və gələcəyə inam var əsərdə. Əsər 1921-ci ildə deməli yazılıb. İndi isə diqqət yetirək digər qeydlərimizə burada. Əsər yurdu qoruyan əsgərlərə müraciətlə yazılıb, bəli. Hətta bundan əldə edilən gəliri Məhəmməd Akif Ərsoy özünə götürməyib. O pula cəbhədəki əsgərlər üçün geyim forması tikilməsi üçün yəni verib, təhvil verib həmin pula. İstiqlal haqqa qulluq edənlərin haqqıdır fikri səsləndirilir, bəli. Xalqımın deyir, istiqlal haqqıdır və xalq haqqa qulluq edəndən ibarətdir. Mədəniyyət tək dişi qalmış canavar kimi mənalandırılır, yəni bu qərb dövlətlərinə işarədir burada. Haqqın vəd etdiyi günlərin yaxında olduğu ifadə edilir, amma dəqiq tarix göstərilmir. Dünyaları versələr də vətəni torpağa satmamaq tövsiyə olunur. Hətta nəinki dünyanı deyir, canımı da verərəm, cananımı da verərəm, tək vətənimdən ayrı düşməyim. Vətənindən ayrı düşmə məsələsi əsr Azərbaycanım şeirində də var idi.
Lirik qəhrəman əlində olan sahib olduğu hər şeyi fəda etməyə hazırdır. Yetər ki, vətən müstəqil olsun. Lirik qəhrəmanın diləyi odur ki, vətəninə düşmən əli dəyməsin. Deyir ki, məbədimin köksünə naməhrəm əli dəyməsin. Əsərdə ikinci və sonuncu bəndlərdə bayrağa ey nazlı hilal deyə müraciət olunur. Haqqıdır, haqqa tapan millətimin istiqlal ifadəsi 2 dəfə təkrarlanır. İkinci və sonuncu bəndlərdə deməli təkrarlanmış olur. Burada demədiyimiz məqamlar ola bilər. Türkiyədə milli mücadilə marşı yazmaq üçün müsabiqə elan olunmuş və 724 şeir içində deməli şeir mətni seçilmişdir. Bu şeir də bunların içindən seçilmişdir qalib kimi. Ayrılan mükafatı müəllif əsgərlər üçün hərbi geyim tikən xeyriyyə cəmiyyətinə bağışlamışdır. Şeir türk vətəndaşlarına müraciətlə vətəndaş deyərkən, yəni əsgərlərə müraciətlə yazılıb. Şeirdə bayraq millətin ulduzu adlandırılır. Bayrağın üstündəki hilala müraciət var, yəni aya. Türk millətinin əzəldən hür yaşadığı bildirilir. Kimsənin türkləri əsarət altına ala bilməyəcəyi göstərilir. Mədəniyyət dediyimiz o məqamı qeyd eləmişik. Ulusum, arkadaşım sözlərindən istifadə edilir. Arkadaş, ulusum sözləri. Sinəni sipər etmək, alçaqları yurda qoymamaq tapşırılır. Haqqın vəd etdiyi günlərin gələcəyinə inam var. Ayaq basdığı yerlərin adi torpaq olmadığı, altında minlərcə şəhidin uyuduğu göstərilir, bəli. Hər bir türkün bir şəhid övladı olduğu qeyd olunur. Dünyaları versə də vətənindən vaz keçməmək tövsiyə edilir. Bütün var dövləti əlindən alınsa da vətəndən ayrı düşməyin mümkünsüzlüyü bildirilir. İkinci və sonuncu bənddə bayrağa müraciət var, qeyd eləmişik. Bədii xitab, bəli. Bir neçə yerdə xitablara rast gəlinir. Metafor, inversiya, təşbih nümunələrinə rast gəlinir. Məsələn, mübaliğə hardaydı? Deyir, kükləmiş sel gibiyəm, bəndimi çeynər, aşarım. Doğacaqdır sənə vəd etdiyi günlər haqqım. Məsələn, doğacaqdır ifadəsinin əvvələ keçməyi. Burada da bir inversiyamız var. Təşbihə rast gəlinir. Məsələn, qeyd olunur ki, orada necə bir imanı boğar, mənim deyir iman dolu köksüm gibi sərhədim var, köksüm gibi ifadəsində deməli təşbihdən istifadə edilmişdir və metafor nümunəsi də məsələn deyir ki, çatma qurban olum çöhrəni ey nazlı hilal, bayraq deyir gülümsəməlidir, qaşqabaqlı durmamalıdır. Belə ümid edirəm ki, bu qeydlər də sizin üçün faydalı oldu və biz əsəri dərindən mənimsədik. Daha çox belə məlumat verici izahların olmasını istəyirsinizsə kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.